Vallahu yad'u ila daris salam. Yani Allah Teala sizi yani salamat diyara çağırır. Ve yahdi ila sıratin mustakim. Vallahu yad'u ila daris salam ve yahdi men yasha ila sıratin mustakim. Və istədiyini də doğru yola yönəldir. Deməli Allah Teala özü istəməsə heç kimi doğru yola yönəltmir. Həm özü istəməlidir Allah Teala, həm də o insan özü istəməlidir. Yəni mümkün deyil ki Allah Teala bir insanın hidayətini istəməsə, onun dində sabit qalmasını istəməsə o insan mütləq və mütləq yəni istiqamə üzərində qalması mümkün deyil. Ayələr bu barədə çoxdur. Yenə də Allah Teala buyurur ki, yəni innellezine kezzebu bi ayatina, o kəslər ki bizim ayələrimizi yalan sayırlar. Summun bukmun fi zulumat, onlar həm kördular, həm də ki laldılar. Zülmət içərisində gəzirlər. Mən yeşə yudlilhu, Allah Teala istədiyini azdırır. Mən Allah Teala kimi azdırır? Bu dini kim istəməsə. Allah Teala insanlara daha çox rəhimlidir. Necə Allah Teala insanı azdırır? Sual ortaya çıxa bilər. Şək yoxdur ki, o istəmədiyinə görə Allah Teala'dır. Mən yeşə yudlilhu, Allah Teala istədiyini azdır. Mən yeşəullah yudlilhu və mən yeşə yec'alhu ala sıratin mustakim. İstədiyini isə doğru yolda sabit qalır. Alə ərəb dilində davamlı şəkildə ölənə qədər orada sabit qalır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sonluq əməllərlə ölçülür. Əl-ə'məlu bil-xavatimihə. Yəni nə deməkdir? Bütün əməllər. Sən insan Allah qorusun 60 il ibadət eləsə, sonluğu pis qutarsa ona baxılır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ən-nəsu yub'athuna ala niyyətihim. İnsanlar öz niyyətlərinə görə diriləcəklər.